Qeyd etdiyimiz istiqamətlər üzrə isə geniş təhlillərə keçmək istəyir. Əlbəttə ki, studiyamızın qonağı ilə danışacağıq. Bunu da vurgulamaq yerinə düşər. Müzakirə masamızda ən önəmli başlıq elə Əbu-Dabidəki görüşlər məsələsidir. Studiyamızın qonağı isə siyasi şərhçi Rəşad Bayramovdur və Rəşad bəyi salamlamaq istəyir. Rəşad bəy, xoş gördük sizi, xoş gəlmişsiniz. Elə qeyd etdiyim kimi Əbu-Dabi danışıqları ilə bağlı bizə müzakirə edəcək. Ümumiyyətlə, önəmli bir həftəni geridə qoyduq. Siyasi baxımdan gündəmimiz kifayət qədər zəngin idi. Sadəcə olaraq, əlbəttə ki, Rusiya-Ukrayna münaqişəsi ilə bağlıyıq. Ümumiyyətlə, Davos İqtisadi Forumu bir çox şey özündə gətirirdi bərabərində. Çox ciddi siqnallar, çox ciddi mesajlar ötürülürdü dünya liderləri tərəfindən. Və bu məsələlərdən sonraki gündəm də davamında davam etdi bu cür intensiv təmaslarla. Əbu-Dabidəki görüşlər önəmli idi. Ələxsus da ki, atmosferin yaxşı olduğu deyildi. Biz İstanbulda görmüşdük nümayəndələrin görüşlərini. Orada üç tərəfli olmasa da, amma ayrı-ayrılıqda görüş olmuşdu, amma çox gərgin keçmişdi. Hətta bir-birlərinə qarşı heç də etik olmayan sözlərdən istifadə etmişdilər deyə məlumatlar gəlirdi. Amma ümumi istəyirəm birinci elə atmosferi müzakirə edək. Dostcasına bir atmosferin olması artıq bizə nədən xəbər verirdi? Təbii ki, görüntü və real vəziyyət bir-birindən fərqlidir. Yəni, hər nə qədər dostca oturub nəyisə müzakirə etmək olsa belə, amma ortada real nəticələr yoxdursa, demək ki, həmin o dostca münasibət sadəcə görüntü xatirinə verilmiş mesaj kimi qəbul olunur. Burada prinsipial məqam ondan ibarətdir ki, görüş təbii olaraq hər nə qədər Əbu-Dabidə keçirilsə də, görüşün belə deyək, sahibi və daha doğrusu əsas aparıcı qüvvəsi Amerika Birləşmiş Ştatlarıdır. Və Amerika Birləşmiş Ştatlarının hər iki tərəfə təzyiqini nəzərə alsaq, yəni hər nə qədər biz davamlı olaraq Ukraynaya təzyiq üzərində danışsaq da, amma faktiki olaraq Rusiyanın üzərində də müəyyən təzyiq var. Enerji resurslarına qoyulan qadağalar, olan satışı və s. əngəllənməsi bu faktiki olaraq təzyiqdir. İkinci bir tərəfdən də hədələr də var ortada. Trump hər nə qədər bu haqda çox danışmasa da, amma ara-sıra müvafiq mesajlar verir və Ukrayna tərəfinə davamlı yardım edilə biləcəyini, hətta bir ara Tomahawk raketlərinin verilə biləcəyi ilə bağlı bir hədə-qorxu gəlmişdi faktiki olaraq Rusiyaya. Yəni, məsələ burasındadır ki, Amerika Birləşmiş Ştatlarının təzyiqi altında keçirilən görüş və təzyiq nəticəsində bir masa arxasında oturan tərəflərin hər ikisi ABŞ tərəfdən növbəti mərhələdə daha çox təzyiqlə üzləşməmək üçün bir masa arxasında oturub o dostca təəssüratı yaratmalı idilər. Bəli, faktiki olaraq özlərini yaxşı aparmaq məcburiyyətində idilər. Amma hər nə qədər müsbət bəyanatlar verilsə də, istəyir Ukrayna tərəfindən, istəyir Rusiyanın özü tərəfindən və yaxud da Amerika Birləşmiş Ştatları tərəfindən verilsə də, ortada prinsipial məsələlər hələ də razılaşmamış olaraq qalır. Yəni, bir il bundan qabaq tərəflər nələrdə ortaq mərhələdə gələ bilmirdilərsə, faktiki olaraq yenə də vəziyyət eynidir. Yəni, açıq şəkildə... Ona nəyə görə deyirlər, bəs son mərhələdə danışıqlarda? Yəni, açıq şəkildə yenə etiraf olunur ki, ərazi və onların statusu, ərazi güzəştləri ilə bağlı məsələdə hələ də ortaq fikir yoxdur. Açıq şəkildə ifadə olunur ki, Zaporojye AES ilə bağlı hələ də fikir ayrılıqları ortadadır. Rusiya tərəfi hər nə qədər güzəş mövqe kimi oradan olan, əldə olunan enerjinin Ukrayna tərəfinə ötürülməsi haqqında da danışsa da, bu güzəşdən daha çox minnətdir. Yəni, sən başqasına aid olan bir şeyi götürüb, sonra onun müəyyən bir hissəsini onların özlərinə verməyi, bunu güzəş kimi təqdim eləyə bilmərsən sən. Çünki Zaporojye AES sənin deyil, sən sadəcə işğal altında saxlamısan həmin ərazini. O baxımdan prinsipial, belə deyək, prinsipial məsələlərdə hələ də bir razılaşma yoxdur. Amma nə var ortada? Ukrayna tərəfi Amerika Birləşmiş Ştatlarının bundan sonraki mərhələdə yardımı tamamilə dayandıracağından çəkinir. Və hətta üçüncü ölkələr vasitəsilə silah satışının belə dayandırılacağı ilə bağlı onda bir narahatlıq təbii ki var. Və hər gün keçən vəziyyət, ümumiyyətlə qış aylarının olduğunu, Rusiyanın aktiv şəkildə enerji infrastrukturlarına, yəni daxildə gərginliyi artırmaq üçün istilik sistemləri, qaz, işıq və s. Əsas nöqtələri hədəfə alması təbii ki, Ukraynanı bu və ya digər şəkildə narahat edir və o da narahat edir ki, Amerika Birləşmiş Ştatlarının geri çəkəcəyi halda Avropa İttifaqı və ümumiyyətlə Avropa ölkələrinin Ukraynanı davamlı şəkildə dəstəkləmə imkanları da yetərli deyil. O baxımdan Ukrayna tərəfi müəyyən belə deyək, güzəştlərə yetməyə hazırdır. Rusiya tərəfi
sanksiyaların təsiri özünü kəskin şəkildə göstərir. Valyuta ehtiyatları hər gün əriyir. Təcrid şəraitində qalması və ümumiyyətlə orada da hər nə qədər bu gün zor gücünə təmin eləsə də o əskər qüvvəsini və s. amma ciddi problemlər var. Həm canlı heyət baxımından ciddi problemlər var, həm silah texnika baxımından ciddi problemlər var. Yəni davamlı şəkildə müharibənin bundan sonra da davam etdirilməsi təbii ki, Rusiyanın özünün də çökməsinə gətirib çıxaracaq. Ona görə onlar da müəyyən güzəşt mövqeyindən belə deyək, çıxış eləməyə hazırdırlar. Amma hər iki tərəf güzəşt deyəndə nəyi nəzərdə tutur? Əsas məsələ odur. Ukrayna deyir ki, 1991-ci il sərhədləri qırmızı xəttdir və burada hər hansı bir ərazinin kiminsə ərazisi olaraq tanınmasından söhbət gedə bilməz. Rusiya tərəfi indiyə qədər davamlı olaraq nəyi ifadə edirdi? Həmin ərazilərin Rusiya ərazisi olaraq tanınmasını. Amma indi görüntü ondan ibarətdir ki, bütün Donbasın, yəni Ukrayna qoşunlarının Donbasın işğal altında olmayan ərazilərindən çıxması şərti ilə bütün Donbasın de facto olaraq Rusiyanın nəzarətində olması, təbii ki, Ukrayna bunu heç vaxt Rusiya ərazisi olaraq tanımayacaq və Qərb də tanımayacaq. Amma ən azından bütün Donbasın onun nəzarətində olması şərti ilə münaqişənin dayandırılması, dondurulması, status məsələsinin sonradan müzakirə edilməsi kimi məsələyə Rusiya tərəfinin, belə deyək, artıq isti baxmağa məcbur olduğu ilə bağlı müəyyən ehtimallar var. ABŞ-nin təzyiqi. Ehtimallar var, bəli. Çünki Amerika Birləşmiş Ştatları üçün bu günləri özünün qazancı aktiv şəkildə indiyə qədər qoyduğu sərmayənin geri götürülməsi lazımdır və bu günləri Donbas ərazisinin prinsip etibarilə kimin nəzarətində olması Amerika Birləşmiş Ştatlarını bir o qədər narahat etmir. Çünki Ukrayna ilə konkret müqaviləsi var. Ukraynanın digər ərazilərində mineral ehtiyatları və s.'nin çıxarılması ilə bağlı konkret sənəd imzalanıbdır. Rusiya ilə də Alyaskada ilkin razılaşma var. İşğal altında saxladığı ərazilərdə həmin o resursların birgə istismar edilməsi ilə bağlı ABŞ-la Rusiya arasında da razılıq var. Yəni Amerika Birləşmiş Ştatları hər iki tərəfdən istədiyini alacaq, hər iki tərəfin nəzarətində olan ərazilərə çıxış imkanını təmin edəcək və həmin o resursları da daşımağa başlayacaq. Bu baxımdan indiki mərhələdə ABŞ üçün bu ərazi kimin nəzarətində olduğu, kimin nəzarətində qaldı kimi məsələlər prioritet deyil. O baxımdan maksimum təzyiq var. Amma yenə deyirəm, növbəti həftə ərzində, yəni bilirik ki, gələn həftə keçirilməsi ilə bağlı da bir razılıq var. Rusiya həqiqətən də ilkin şərtlərindən, yəni Donbasın tamamilə Rusiyanın ərazisi olaraq tanınmasından imtina edəcəksə, sadəcə de facto həmin ərazilərin Rusiya nəzarətində olması faktını qəbul eləyəcəksə, o zaman sülh istiqamətində hansısa konkret addımlar atılacaq. Yəni münaqişənin dondurulması prosesi baş verəcək. Qoşunların yerləşdirilməsinə necə yanaşacaqlar, nə düşünürsünüz? Çünki burada elə New York Times-ın biz iddiasını təqdim etdik. Orada qeyd edilir ki, müəyyən güzəştlər var. Öncəsində isə Trump da Zelenski ilə görüşdən sonra dedi ki, Rusiya tərəf də müəyyən güzəştlər etməyə hazırdır, razılaşıb. Və biz baxdığımızda əslində düz indi nə qədər müsbət ab-hava ilə bağlı təhlil eləsək də ABŞ-nin təzyiqi öz yerində, amma Amerika Birləşmiş Ştatları bir digər tərəfdən azad iqtisadi zona fikrini də ortaya atıb. Belə bir plan da var. Hər halda boşa deyil bu planlar. Trump da Davosdakı açıqlamalarını əlbəttə ki, Qəzza məsələsini kənara qoysaq, ən çox Rusiya-Ukrayna münaqişəsinin üzərində fokuslandı. Dedi ki, mən düşünürdüm daha tez bitəcək, ən asan bu olacaq, amma elə deyilmiş, amma biz bunu da eləyəcəyik dedi. Görünür ki, həqiqətən son hədəfi də, yəni indiki əsas hədəfi də elə Rusiya-Ukrayna münaqişəsidir. Təzyiqlər, həmçinin də qoşunların yerləşdirilməsi, azad iqtisadi zona məsələsi ilə bağlı necə şəkillənəcək? Tərəflərin açıqlamalarından hər halda belə məlum olur ki, təhlükəsizlik zəmanəti ilə bağlı hansısa ortaq bir, belə deyək, məxrəcə gəlinib. Yəni, Rusiya tərəfi prinsipial olaraq Qərb ölkələrinin, qoşunlarının, hərbi birliklərinin və s.'nin Ukrayna ərazisində yerləşdirilməsini qəti şəkildə özü üçün qırmızı xətt elan edib və bildirib ki, bu elə NATO-nun şərqə doğru genişlənməsi, yəni Ukraynanın faktiki olaraq NATO üzvü olması kimi bir şeydir. Düşünürəm ki, Amerika Birləşmiş Ştatları da bu günləri Avropa İttifaqı və ümumiyyətlə Avropa ölkələrinin bu və digər şəkildə orada hərbi güc olaraq yerləşməsində maraqlı deyil. Ortaq belə deyək, razılaşma ondan ibarət ola bilər ki, təhlükəsizlik zəmanəti faktiki olaraq Amerika Birləşmiş Ştatları tərəfindən verilə bilər. Bu,
əslində prinsip etibarilə Ukraynanın özü üçün də vacibdir. Ukrayna kifayət qədər yaxşı bilir ki, təkcə Avropanın təhlükəsizlik zəmanətləri ilə Rusiyanın bundan sonra irəliləyişin qarşısını almaq mümkün deyil. Çünki indiyə qədər tarix göstərdi ki, Minsk razılaşmaları, ondan qabaqki görüşlərdə və s. də faktiki olaraq Avropa İttifaqının ayrı-ayrı ölkələri bu və digər şəkildə o təhlükəsizlik zəmanətlərini Ukraynaya vermişdilər. Amma nəticə etibarilə bu Rusiyanın belə deyək, işğalının qarşısını almadı. O baxımdan düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının konkret təhlükəsizlik məsələsi gündəmdə ola bilər. Amma o hansı şəkildə olacaq, o özü də hələ açıq deyil. Çünki ABŞ faktiki olaraq ora qoşun yerləşdirmək və bu və ya digər şəkildə öz hərbi birliklərini orada olmasını təmin etmək niyyətində deyil və bunu dəfələrlə deyib. O baxımdan iqtisadi zonalar məsələsi ortaya çıxır. Amerika Birləşmiş Ştatları deyir ki, azad iqtisadi zona və ümumiyyətlə Amerika Birləşmiş Ştatlarının bu və ya digər şəkildə imzalanmış müqavilələr əsasında Ukrayna ərazisində artıq fəaliyyətə başlaması, yəni mineral ehtiyatların və s. çıxarılmağa başlaması faktiki olaraq elə təhlükəsizlik zəmanətidir. Çünki ABŞ-ın investisiyası olan yerdə, ABŞ şirkətlərinin işlədiyi yerdə hər hansı bir kənar hücum faktiki olaraq Amerika Birləşmiş Ştatlarına hücum deməkdir. O baxımdan iqtisadi maraqlar kontekstindən yanaşır buna və təhlükəsizliyi də o fonda görür. O cümlədən də belə deyək, azad iqtisadi zona var. Yəni bu günləri həmin ərazilər Rusiya ərazisi olaraq tanınmırsa və belə deyək, sadəcə de facto Rusiyanın nəzarətində qalırsa, Amerika Birləşmiş Ştatları təbii ki, oradan da mənfəətini götürmək üçün bu modeli xüsusi olaraq təqdim eləyir və həm də onu düşünür ki, iqtisadi imkanlar, iqtisadi inteqrasiya tərəflərin bir-biri ilə həmin zonanın azad iqtisadi zona olması həm bundan sonraki bərpa prosesinə bu və ya digər şəkildə töhfə verə bilər. Çünki əlavə investisiya qoyuluşu təmin olunacaq. İkinci bir tərəfdən də iqtisadi münasibətlər Rusiya və Ukrayna arasında bu və ya digər şəkildə gələcək sülhü təmin eləmək üçün hansısa rol oynaya bilər. Bu nə dərəcədə real olacaq? Yəni deyirəm, burada əsas açar bu dəqiqə Ukrayna deyil. Əsas məsələ Rusiyanın və Putin hakimiyyətinin nə dərəcədə güzəştlərə hazır olmasındadır. Əgər qeyd etdiyim kimi Rusiya ilkin şərtlərindən, xüsusən də həmin ərazilərin Rusiya ərazisi olaraq, rəsmi olaraq tanınmasından imtina eləyəcəksə, o zaman nəyəsə nail olmaq mümkün olacaq. Çünki digər bütün məsələlərdə bu və ya digər şəkildə ortaq məxrəcə gəlmək imkanları var. Zaporojye ilə də bağlı nəsə ola bilər. Amerika Birləşmiş Ştatları üçüncü tərəf olaraq orada iştirak edə bilər. Ümumiyyətlə Zaporojye AES-in belə deyək, istismarına nəzarət Amerika Birləşmiş Ştatlarına verə bilər. Oradan Rusiyada enerji götürə bilər. Eləcə də Ukraynada enerji götürə bilər. Rusiyada həmin Zaporojyedən alınan enerjini indiki Rusiya sərhədlərinə daşımaq niyyətində deyil. Təbii ki, işğal altında olan ərazilərin elektrik enerjisi və digər təminatını həyata keçirmək üçün nəzərdə tutulur. O baxımdan prinsip etibarilə bunda da bu və digər şəkildə razılaşma əldə etmək olar. Amma yəni deyirəm, prinsipal məsələ ərazi məsələsidir. Orada da hər şey Rusiyanın nə dərəcədə güzəştə asılı hazır olmasından ibarət olacaq. Rəşad bəy, deyək ki, indi gələn həftə yenə də yaxşı keçdi danışıqlar, müəyyən razılıqlar da əldə edildi. İlk atəşkəs elan ediləcək ki, atəşkəslə bağlı öncəsində Rusiyanın mövqeyi fərqli idi. Yadımızda isə biz atəşkəsi istəmirik. Xüsusən ki, 30 günlük atəşkəs üzərində mübahisə edirdilər. Deyirdilər ki, Ukrayna yenidən silahlanacaq, Avropalara yeni silahlar verəcək və ondan sonra yenidən müharibə, yəni cəbhədəki əməliyyatlar davam edəcək deyə belə bir yanaşması var idi Rusiyanın. Bu məsələdəki yanaşma sizcə dəyişibmi hazırki məqamda? Gələn həftə danışıqlar yaxşı keçdi desək, atəşkəs olarsa, bu nə qədər müddətlik davam edə bilər? Ondan sonraki proseslər artıq necə davam edə bilər? İndi biz deyirik, razılığa gəlinirsə belə olar, belə olar. Amma praktiki olaraq necə, hansı ardıcıllıqla həyata keçirilməlidir bu proseslər? İlkin olaraq nə baş verməlidir? İlkin olaraq ya Ukrayna Donbasın işğal altında olmayan ərazilərindən də geri çəkilməli və həmin ərazilərin de facto Rusiyanın nəzarətində olmasına razılıq verməlidir ki, belə deyək, münaqişə dondurulsun və atəşkəs elan olunsun. İkinci məsələ ondan ibarətdir ki, Rusiya tərəfi həmin ərazilərin Rusiyanın ərazisi olaraq tanınmasından imtina etməlidir, faktiki olaraq. Ukrayna tərəfi Donbasın bütün ərazisindən çıxmaq imkanları varmı? Bu, təbii ki, danışıqlar mövzusundan və Rusiyanın alternativ olaraq nə verməsindən asılı olacaq Ukraynaya. Burada xatırlayırsınız da, keçən həftə ərzində ən çox danışılan məsələ 800 milyard dollarlıq bir yardımın edilməsi və bunun müqabilində
Ukraynanın hansısa ərazilərdən geri çəkilməsindən ibarət idi. Amma yenə deyirəm, baxın, bu qədər insanın son belə deyək 6-7 ay faktiki olaraq əsasən Donbas istiqamətində ən çox insanın ölümünə səbəb olan biz müharibələri gördük də. Kupiansk neçə dəfə əl dəyişdi, Rusiya bir dəfə mənə dedi. İndi Ukrayna deyir ki, mən artıq tam nəzarəti bərpa eləmişəm. Yəni, bütün bunların fonunda Ukrayna tərəfinin Donbasın işğal altında olmayan ərazilərindən imtina etməsi faktiki olaraq real görünmür. Ən real ssenari ondan ibarətdir ki, həqiqətən də Amerika Birləşmiş Ştatları Rusiya təzyiqini artırsın və indiki cəbhə xətti əsas götürülərək, yəni nə qədər ki Rusiyanın əlinin altında, işğal altında saxladığı ərazi var, təmas xətti və cəbhə xətti oradan hesablanaraq həmin ərazilərin Rusiyada saxlanılması şərti ilə müharibə dayandırılsın. Bugün biz Rusiyanın aktiv şəkildə müharibəni davam etdiyini, həmin əraziləri bombardıman etdiyini, Kiyevə belə zərbələr vurduğunu görəndə belə bir ehtimal yaranır ki, gələn həftəki görüşdən də hər hansı bir real nəticə gözləməyə dəyməz. Amma yenə deyirəm, hər şey burada Amerika Birləşmiş Ştatları tərəfinin nə dərəcədə təzyiq göstərməsi və Rusiyanın nə dərəcədə güzəştləri etməsindən asılı olacaq. Biz müzakirəmizə keçməzdən öncə Amerika Birləşmiş Ştatlarının yeni müdafiə strategiyasının əsas məqamlarını təqdim etdim. İndi xahiş edəcəm yenidən həmin qrafik təsviri ekrana gətirək. Orada çox önəmli hissələr var idi. Ukrayna münaqişəsinə son qoyulması vacibdir, lakin onun həlli üçün əsas Avropa məsuliyyət daşıyır bir başlığı var idi. Burada hazırki məqamda döyüş silahlarının satılması, alınması məsələsi ilə bağlı Amerika Birləşmiş Ştatları Avropa birlikdə işləyir və həqiqətən də biz gördük ki, Amerika demək olar ki, yükün 99%-ni artıq Avropanın üzərinə yıxdı və Avropada məcburi şəkildə alır indi Ukraynaya silahlar təqdim edir. Həmin o əsas məqamları da təqdim edirik biz. Bu, əlbəttə ki, tamamilə bütöv müdafiə strategiyasını özündə əhatə eləmir. Bir neçə önəmli başlığı çıxarmışıq biz. İkinci başlıqdan danışırıq. Avropa məsuliyyət daşıyır deyilir, amma Avropa danışıqların içərisində deyil. Düzdür, elə Əbu Dabiyə getməzdən öncə Amerika tərəfindən nümayəndələr dedi, Avropa tərəfi də olmalıdır, Trumpdan da bu açıqlamalar gəlir. Amma yoxdur. Niyə? Nə baş verir o zaman? Avropa əsas məsuliyyət daşıyan tərəfdirsə, nəyə görə indi danışıqlarda deyil? Avropanın təbii ki, Amerika Birləşmiş Ştatları Avropanın maksimum şəkildə hələ ki kənarda saxlamaqla faktiki olaraq Rusiyanın istəklərini yerinə yetirmiş olur. Yəni, Rusiya tərəfi Avropa İttifaqının və ümumiyyətlə Avropanın münaqişənin davam etdirilməsində maraqlı olduğu qənaətindədir və o baxımdan da onların birbaşa bu və digər şəkildə danışıqlarda iştirakını məqbul hesab eləmir. Amma məsələ burasındadır ki, bu Ukrayna Avropa sərhədlərindədir. Amerika Birləşmiş Ştatlarının sərhədlərində deyil və problem ən çox narahat eləyən də Avropanıdır. Avropa narahat olur bu problemdən. İndiyə qədər olan maliyyə yükü də əsasən Avropanın çiynindədir. İndiyə qədər bu və digər platformalarda bütün imkanları ilə müdafiə eləyən də Avropadır və Avropa faktiki olaraq bu nə Ukraynanın təhlükəsizliyinə, həm də özünün təhlükəsizliyi prizmasından yanaşır. O baxımdan onların iştirakı mütləqdir və mən düşünmürəm ki, açığı əgər hər hansı bir razılaşma əldə olunacaqsa, Avropa İttifaqı bu razılaşmadan tamamilə kənarda saxlanılacaq. Ən azından, yenə deyirəm, söhbət əgər həqiqətən də yükün Avropa İttifaqının üzərinə qoyulmasından gedirsə və təhlükəsizliyin də Avropa İttifaqının üzərinə qoyulmasından gedirsə, onların da bu və digər şəkildə danışıqların hansısa mərhələsində iştirakı təmin olunacaq. Çünki, belə deyək, öhdəlik götürən tərəflərdən biri də faktiki olaraq Avropa İttifaqı olmalıdır. Həm bərpa quruculuq fəaliyyəti ilə bağlı, həm təhlükəsizlik zəmanəti ilə bağlı. O baxımdan indiki mərhələdə bu baş verməsə də, amma düşünürəm ki, son, əgər həqiqətən də bu və digər şəkildə danışıqlarda irəliləyiş əldə olunacaqsa və o həddə çatacaq ki, artıq Zelenski ilə Putin arasında görüş keçirilmə ehtimalı var. Ondan öncə artıq bu üç tərəfli danışıqlar, dörd tərəfli danışıqlar formatına da belə deyək keçə bilər. Yəni Avropa İttifaqı Putin görüşü ilə bağlı Amerika tərəfinin açıqlamasını biz təqdim etmişdik. Mən bir qədər sonra fikrinizi almaq istəyəcəm onunla bağlı. Burada maraqlı bir hissədə nədən ibarətdir? NATOdakı müttəfiqlərin gizli hərbi potensial baxımından Rusiyadan üstün olduğu bildirilir. Hazırda dediyim artıq uzun müddət bir neçə ayda Avropanın öz təhlükəsini təmin etməsinə bağlı narahatlıqları, hətta yenidən könüllü hərbi xidmətlə bağlı müəyyən addımların atılması
olmasa Almaniyanın adını çəkə bilərik burada. Digər məqamları görürdük. Bütün bu gördüklərimiz və bir tərəfə, amma Amerika Birləşmiş Ştatları deyir ki, gizli hərbi potensial Rusiyadan daha üstündür. İnanmaq olarmı bu başlığa? Prinsip etibarilə inanmaq olar. Yəni, nəyə əsasən deyir o zaman? Düzdür, biz zaman-zaman, hər zaman deyirik ki, Avropa İttifaqı böyük ölçüdə ABŞ-ın təhlükəsizlik çətiri altında rahat şəkildə indiyə qədər yaşadığı üçün özünün təhlükəsizliyini təmin etməyə bir o qədər fikir verməyib. Amma söhbət təkcə əskəri qüvvə ilə və s. ilə ölçülən məsələlər deyil. Yəni, bu günləri... Bir də burada NATO Türkiyəni də yəqin içərisinə qatır. Ona görə bu üstünlük Türkiyə də qatılır mütləq şəkildə burada. Doğrudan da Türkiyə bir hərbi gücdür və Türkiyənin yeni modern silah istehsalı və s. məsələsi var. Amma hal-hazırda məsələ ondadır ki, Almaniyada, Fransada, Böyük Britaniyada, digər Avropa İttifaqı ölkələri də aktiv şəkildə artıq özünün müdafiə sənayesinin inkişaf etdirilməsi ilə bağlı konkret addımlar atırlar. Və bu işlər də görülür. Yenə deyirəm, birbaşa hərbi əməliyyatlarda iştirak professional cəhətdən iştirak olmasa da, yəni bu təcrübə olmasa da uzun müddətdir ki, bu və digər şəkildə aktiv münaqişələrdə iştirak eləmir faktiki olaraq Avropa İttifaqı ölkələrinin qoşunları. Amma texnika baxımından, silah-sursat baxımından kifayət qədər. Yəni bu günləri biz Rusiyanın Şimali Koreyadan, Rusiyanın İrandan, Rusiyanın Çindən bu və digər texnika aldığına dair rəsmi mənbələrdə belə məlumat oxuyuruq. Və sırf Rusiya ilə Avropa İttifaqının hərbi gücünü ortaya qoysaq, təbii ki, Avropa İttifaqının və ümumiyyətlə NATO-nun hərbi gücü qat-qat, hətta Amerika Birləşmiş Ştatlarından çıxsaq belə qat-qat çoxdur. Amma yenə deyirəm, bu gücün çox olması aktiv müharibəyə başlamaq imkanları demək deyil. Yəni, bunun arxasında mütləq şəkildə maliyyə imkanları dayanmalıdır. Ən vacibi insanların, yəni ictimaiyyətin müharibəyə hazır olması lazımdır. Bu günləri Avropa İttifaqı ölkələrində biz görürük də, hakimiyyətdə olan partiyalarla müxalif partiyalar arasında fikir ayrılığını da görürük. Biz həmin ölkələrdə ictimai rəyi də görürük. Bir çox insanlar artıq müharibə yükünün çəkilməsinin əleyhinə etirazlarını bildirirlər. Biz niyə Ukraynaya davamlı yardım etməliyik deyirlər. Biz niyə bu və digər şəkildə bu münaqişədə tərəf olmalıyıq deyirlər. Yəni, bütün bunları deyən bu günləri Avropa insanı faktiki olaraq Rusiya ilə müharibəyə hazırdırmı? Məsələ orasındadır. Çünki böyük ehtimalla hazır deyil. Yəni, psixoloji olaraq buna hazır deyirlər. O baxımdan, təbii ki, NATO müttəfiqləri Rusiya ilə qabaq-qabağa gəlsə, belə bir ehtimal olsa, təbii ki, Rusiya tərəfinin Ukraynada olduğu kimi əzici üstünlüyündən danışmaq mümkün olmayacaq. Amma prinsip etibarilə bu günləri Amerika Birləşmiş Ştatları və Ukraynanın qərb tərəfdaşları Rusiya ilə birbaşa münaqişəyə girməyə hazır deyirlər. Bu əlavə maliyyə etkisi deməkdir, bu əlavə insan resursları deməkdir. İndiki iqtisadi böhran şəraitində əlavə olaraq bu istiqamətdə də bu və digər şəkildə bir münaqişəyə qoşulmaq nəticə etibarilə olan maraqlarına cavab vermir. Ona görə də üçüncü ölkə, məsələn, Ukraynanın timsalında götürür, üçüncü ölkə vasitəsilə Rusiyanın çöktürülməsi prosesində iştirak edir. Görüşlə bağlı da istəyirəm bir neçə cümlə fikrinizi alaq. Amerika Birləşmiş Ştatları bu görüşün atmosferindən ruhlanıblar, açıqlama verirlər ki, ola bilər çox yaxında Zelenski-Putin görüşündə, amma hazırki məqam nə qədər şərait ona uyğundur, istəyirəm sizdən fikir alaq. Digər tərəfdən belə bir cəhd İstanbulda oldu, yadımızdadır aylar öncəsində. Ümumiyyətlə Putinin bu məsələ ilə bağlı heç yanaşmadığını gördük, açıqlama da vermədi və getməməyini bir başqa danışası olsaq, digər tərəfdən açıqlama da verməmişdi. Hələ nə qədər danışıqlar davam etməlidir və yaxud da ki, hələ nə baş verməlidir ki, şərait uyğunlaşsın. Amerika Birləşmiş Ştatlarının tələskənliyini başa düşürük. Trump bir, belə deyək, əmr verib ki, o bitməlidir münaqişə deyə. Amma zorla mümkün olacaqmı Trump Zelenskini bir araya gətirməyə? ABŞ-nin zorundan söhbət gedir. Yəni, bilirsiniz, zorla görüşün keçirilməsi və yaxud da təzyiq yolu ilə bu günləri hətta münaqişənin dayandırılması belə davamlı sülh demək deyil. Çünki təzyiq yolu ilə əldə olunan bu və ya digər nəticənin prinsip etibarilə nə vaxtsa partlama ehtimalı kifayət qədər çoxdur. Konkret Zelenski və Putin arasında görüş ehtimalına gəldikdə isə burada təzyiqin edilməsinin özünə belə ehtiyac yoxdur indiki mərhələdə. Çünki bunlar niyə görüşməlidirlər? Yəni, tərəflər arasında görüş gedirsə,
və hələ də konkret ortada tərəflərin hər ikisinin qəbul eləyə biləcəyi bir razılaşma yoxdursa, o zaman bu görüşə də ehtiyac yoxdur. Məsələnin birinci tərəfi. Məsələnin ikinci tərəfi, Putin hələ də belə deyək, Zelenskini legitim prezident olaraq qəbul eləmir. Və legitim prezident olaraq qəbul eləmədiyi adamla bir masa arxasında oturmaq faktiki olaraq indiyə qədər ortaya qoyduğu mövqedən geri çəkilmək anlamına gəlir ki, bu da indiki halda Putinin özünün reytinqi baxımından uyğun bir addım deyil. O baxımdan mən düşünmürəm ki, bu görüş belə tezliklə hətta Trumpın təzyiqləri fonunda belə baş tutmuş olsun. Hə, yox, tərəflərin hər ikisi nümayəndə heyətləri arasında keçirilən görüşlərdən sonra ortaya bir vahid sənəd çıxacaqsa və müharibənin dayandırılması üçün artıq yekun imza atmaq tələb olunacaqsa, o zaman ancaq bu iki lider bir masa arxasında oturub Amerika Birləşmiş Ştatlarının vasitəsiliyi ilə nəyisə imzalayacaq. Amma indiki mərhələdə hələ ki bu real görünmür. Ryabkovun bir açıqlaması var idi, o da diqqətimi çəkdi. Deyir ki, Trumpı Rusiyaya dəvət eləmişik, Ankorajda belə bir dəvət olub. Trumpdan əslində aylar öncəsində bənzər bir açıqlama gəlmişdi, Rusiyaya səfər edə biləcəyi ilə bağlı. Əlbəttə ki, yarı zarafat bir yanaşması olmuşdu ABŞ liderinin. Ola bilərmi bu danışıqlarla bağlı, indi təzyiqdən danışırıqsa, Amerika Birləşmiş Ştatları zorla nəyisə qəbul etdirməyə çalışır deyiriksə, belə bir sürpriz səfəri olsun ABŞ liderinin nəyisə əldə etməyə çalışdığını və yaxud da ki, nəyisə əldə etdiyini göstərmək üçün dünyaya mümkündürmü? Söhbət Trumpdan gedirsə, hər şey mümkündür, amma əgər Rusiya belə bir səfər olacaqsa, mütləq şəkildə bu Ukraynada olacaq. Mən inanmıram ki, indiki mərhələdə Trump Rusiya səfər eləyib, faktiki olaraq Ukraynaya getməməklə açıq şəkildə mövqe ortaya qoymuş olsun. O baxımdan belə bir ehtimal hər nə dərəcədə az olsa da, amma baş tutacaqsa mütləq şəkildə Ukraynada paralel olaraq səfər baş tutmuş olacaq. Çox sağ olun Rəşad bəy, təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyinizə görə və önəmli təhlillər